Hər vaxtınız xeyir olsun əziz dostlar. Allahın adıyla başlayaq. Bismillahirrahmanirrahim. Quran hadisələrindən, hədislərindən bir hadisə danışacağım sizə. Bugünkü günümüz üçün çox vacib şeydir. Tez-tez ekranlarda baxırsan uşaqları, ataları uşaqları qoyub gedib, sonra onlar gəlib barışmaq istəyir, taleylikli o insanlardılar. Barışmırlar da, deyir, atam mənə baxmadı, atdı, getdi filan fesmişən. İndi sizə Qurandan ibrət gətirəcəm, görün nədir. İbrahim Peyğəmbər Həcər xanımı aldı, kəniz idi da o. Sonra onun boynuna, o evləndi onunla, övladı o İsmail olanda onu gətirdi səhrada, Məkkədə Ərəfat çölündə qoydu, çıxdı, getdi. Məkkədə Səfa Mərvə dağı arasında qoyub çıxıb getdi, iki dağın arasında qoyub getdi. Hətta arxasınca gedəndə Həvva çağırır ki, ya İbrahim, sənə Allah'a mı belə dedi, sən edirsən? İbrahim ona heç cavab vermir, çıxıb gedir. Bir dostumuz mənə sual verdi ki, Hacım, nətər olur ki, İbrahim Peyğəmbərin o Saranı atmır, Saranın sözündən günüsünün, onun ki, Həvvanıdan, Həccərdən olan uşağı gətirib, dul kənizi ortasında atıb gedir. Buna nə cür qiymət verək? Yəni, bunun sözündə də bir gözəl hikmət var, gözəl həqiqət var, ancaq bircə məqamı sizə çatdıracağım sizə. Elə ki, İbrahim orada Həcərə İsmailin atdı getdi. İsmail də sonra da indi bilirsiniz də Zəmzəm suyu gördü. Həcc ziyarəti İbrahimin adından, İsmailin adından bağlıdır. Orada o həcc ziyarət, həcc Məkkə şəhəri onun adından bağlıdır. Bax, bu şəhər orada yarandı, məkan yarandı orada. İndi burada bir başqa məsələ var. Nədən ibarətdir o məsələ? Allah buyurur ki, sən atdığını mən sənə elə şöhrət verirəm ki, səndən böyük şöhrət olar. İsmailin şöhrəti İbrahim şöhrətindən çox yüksəkdədir. Məqamı da ondan yüksəkdədir. İbrahim İsmaili atdı, getdi, İsmail böyüdü, ailə qurdu, o Məkkə tikildi, o Mədinə, o həcc falan fesmişən öz yerində. İbrahim yaşlı vaxtında başa düşdü ki, səhvə yol verib, o gərək axtarsın. Gəldi bir gün onu İsmaili axtarmağa. Qapısını döydü, bir qadın çıxdı ki, kim var evdə, dedi ki, heç kim, İsmail hanı, dedi, gedib meşə odun getmək. Qızım, necə dolanırsınız, dedi, İbrahim, dedi, nə dolanmağı, Allah kəsib bu dolanmağı. Az bir qarın tox dolanırıq, odun satmaqla nə pul qazanacaq, nə olasıdır ki, bundan nə olar? Bir vaxt keçmişdi, İsmail çöldən gəldi, gördü, atasını öpdü, əlini ehtiram elədi. Yəni, bax, atılmış oğul atıya qarşı münasibətini deyirəmsə. Əlini öpdü, ataya mehriban, xoş gəlmişsən, buyur. Nə var, nə yox, dedə oğul, yaxşıdır. Nə edirsən, dedə oğul, şükür Allah'a yedi, işdik, gəlin balada xidmət elədi mənə. Elə çıxırdı, dedi ki, oğlum, bu evin qapısını dəyiş. İbrahim oğul İsmailə dedi. İsmail biraz duruqdu, atası gedəndən sonra, bir-iki gün sonra dedi ki, yoldaşına, xanım, bilirsən o gələn kim idi, deyib, o mənim atam idi, İbrahim Peyğəmbərdir. O, mənə gedəndə yadındadır, nə dedi? Nə dedi? Dedi ki, evin qapısını dəş. O, yəni deyir ki, səni boşuyum, sən nə demişsənsə atam səni sevməyib, ona görə atamın sözündən çıxa bilmərəm. Atıb gedib, atası bunu. Atanın böyüklüyün sözü hikmətinə baxın. Mən atamın sözündən çıxa bilmərəm, səni boşuyuram, qadını boşadım. Qadını boşadı, aradan biraz keçdi, başqa birini aldı. Aradan biraz keçmişdi, bir il keçmişdi, İbrahim yenə bunlara gəldi. Gəldi, qapını döydü, baxdı ki, bir gözəl bala qapını açdı. Salam qızım, dedi, salam, qonaq Allah qonağı istəyirsənmi? Dedi, dəmi, buyur, baxsaq saqqalaq bir şey, saqqallı kişidir, keçəmi, dedi, keç, buyur içəri. Çaydan, çörəkdən gətirdi, qoydu kişinin qabağını. Dedi, qızım, nə var, nə yox ki? Necəsən, qızım, dedi, şükür baba, Allah razı olsun. Yoldaşın ki, İsmail harda, dedi. Dedi ki, odun dalında gedib, Allah İsmailin kömək olsun, baba, dedi, Allah onu qorusun. Necə dolanırsın, dedi, qızım, dedi. Şükür baba, dedi, Allah köməyin olsun, yaxşı dolanırıq, Allah razı olsun səndən. Çox şeyimiz çox yaxşıdır. Gəzdanır, gətirir, mən də evdə eşikdə uşaqlar böyüdürük, şükür Allaha dolanırıq, Allaha rüzyemin bərəkət. İbrahim kişi baxdı ki, bu ağıllı qızdır. Birazdan İsmail gəldi, atasından görüşdü, töpdü, əlini, ayağını təzim elədi. Çay, çörək falan fesməkan. İbrahim çörək zamanı, söhbət zamanı dedi ki, oğlum, dedi İsmail, o qapını yaxşı qoru. O qapı yaxşı qapıdır, o qapını yaxşı qoru. Yəni, bu nə deməkdir? Bu qapı sözü məsələsi var, ha.
Qadın ailənin qalxanıdır. Bütün ailənin sirlərinin, bütün ailənin evinin içində olanların hamısını qadın qoruyur, saxlayır. Bütün münasibətləri qadınlar qurur. Bir də baxırsan ki, qadın var, qan tökür ortalıqda, ara qarışdırır. Bu məsələ elə İbrahimin qızından qalıb. Bax, bu məsələ ki, qadın evin qapısıdır. Qapıdan içəri şər də buraxa bilər, xeyir də buraxa bilər. Yəni, qadının hikməti çox böyükdür və ikinci ibrət budur ki, İsmail özü onu atan, onun başını qurban kəsmək istəyən atasını belə sözündən çıxmır. Nəinki atalar var ki, illərlə balasına xidmət edir, oğullar atıya baxmır, qızlar atıya baxmır, aparıb qocalar evinə atırlar, söz söhbət, bunlar dəhşətdir. Onlara edən insanlar öz gələcəklərini məhv edirlər. Yəni, belə şey eləmək, atanıza, ananıza sayğılı olun, mehriban olun. 5 günlük dünyadır, 5-6 günlük, 5 günlük, 3 günlük qonaq da ata-ana dünyada. Ona görə də Allah hər birinizə can sağlığı versin, özünüzü qoruyun, ailənizi qoruyun, atalarınızın sözünü eşidin, analarınızın sözünü eşidin, böyüklərinize sayğılı olun. Və el-axir və salam, şüd tamam, sağ olun, var olun.